Hyundai Accent 2019 modeli necə maşındır? Məsləhətli, xahiş edirəm cavab verin. Alsın. Üzr istəyirəm Hyundai təkrar. Accent 2019. Qəşəng. Mən niyə pisliyim o avtomobilimi? O avtomobili niyə pisliyim? Hə. Yoxlatdır, amma mütləq qaydada yoxlatdır. 2019-2020 olmuş elə olsa belə ili, yenə də bilirsiniz, ani bir momentində düşündüm. Nə? 2019-u elə dedim ki, elə bir 2019 Çox yaxın bir zaman. artıq 7 il. 7 il keçib. 7 ilin avtomobili. Mən sizə bir şey Çox deyim. uzaq bir zaman. 2019-u biz yaşamışıq deyə, yəni bizə dünən kimi gəlir və bizə yeni bir avtomobilmiş kimi gəlir. Amma 2019 da az vaxt deyil. Həqiqətən də, yəni görün, zaman necə keçir. Ona görə də bütün dildə 2019 dünən kimi görünür. Amma bir o qədər də köhnə avtomobil deyil. Amma yenə də hər ehtimal onu dəqiq yoxlatdırmaq lazımdır. Ən əsası o avtomobillərdə korobkası 1400 manatdır yoxsa 1500 manatdır ölüxanada. Mühərriyi də iqruşka kimi yığacaqlar. Udar olmasın maşında. Kuza yaxşı olsun, yəni vəziyyəti yaxşı olsun, təhlükəsizlik şarları atmasın, kraska dəyib düzələn yerləri az olsun.